deməli, maşın alırsınız, maşın satırsınız. Özünüz bilərsiniz. İzləyin ki, aldanmayasınız. Maşın alıb maşın satırsan, deyirsən ki, aldatdılar məni, alversidən aldım və yaxud da ki, başqa kimdənsə maşın aldım, xərzə düşdüm. Cəmi 50 manat ödəyirsən, gəlirsən yanımıza. Chevrolet Cruze, Malibu, Trax fərqi yoxdur, Chevrolet modelindən danışırıq. Biz neydik? Avtomobilin kateli, cəmi kate, opşi kate 50 manatdır, servizdə 120 manatdır, 180 manatdır. Adam var 100 manat eləyir. Hər işin öz qiyməti var. Mən işin qiymətini öldürmürəm. Ümumiyyətlə gördüyüm işin nə işlər görürəm və qiymətə nələr daxildir. Ümumi olaraq avtodiaqnostika olunur. Yəni bunun SRS sistemi yoxlanılır, ABS yoxlanılır, korobka yoxlanılır, mühərrik yoxlanılır. Bax motorda görürsünüz 1 2 3 4 dənə səhvi var. 2. Endoskopla mühərrikin içi daxili yanma yanır. Baxın görürsünüz necə dəqiq və sərbəst göstərir. Endoskopla götürə bildiniz? Bəli. Motorun içi yoxlanılır. 3. Antifrisin mayyəni, soyuducu mayyəni, keyfiyyəti nə dərəcədədir yoxlanılır. 4. Post-Horzenin orijinal, yəni bunda səhv ola bilməz, motorun kompresiyası, sıxılma dərəcəsi yoxlanılır. Smoke testlə, UTECka tüstü aparatı ilə yəni. Maşında harada sızmalar varsa yoxlanılır və gözlə görünəcək problemlər bu şəklində qardaşa aşkarlanır. Misal üçün, baxın burada görürsünüz, şılanq nə boyda şişib, membrandan hava çəkir, arxa kollektorun içi yoxdur, mühərrik mexanikadır. Burada misal üçün yağ axıdır, manusun daçikləri yağ buraxır, buraxmır və s. və ilə axır. 50 manata babinin işdəkiri problemdir. 50 manata maşının A-dan Z-yə kimi yoxlayıram, deyirəm sizə. Gedirsiniz, biz qoyduğumuz diaqnozdan problemi olsa, məsuliyyəti hara daşıyır? Tural Avtoservis daşıyır. Bizdən demək, gerisi sizə qalsın.